Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi. Üçbaşlı Müharibə Partiyasının proqramı Ermənistan və Azərbaycan arasında yeni müharibəyə hesablanıb. Axar Az Teleqrafa istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan radikal müxalifətin seçki ilə bağlı icra proqramını şərh edərkən deyib. Vitse-spikerin fikrincə, bu radikal qüvvələrin proqramları Daşnaqstyun terror təşkilatının təhlükəli ideologiyasını əks etdirir. Bunları kimin yazdığını bilmirəm, amma axmaq fikirlər yaza bilməməsi üçün həmin yazarın əlini siyasi olaraq kəsəcəyik, o bildirib. Rubinyanın sözlərinə görə, radikal müxalifət Ermənistanda hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla paraflanmış sülh sazişini yenidən nəzərdən keçirməyi hədəfləyir. Əgər kabus ssenarisi təsəvvür etmək istəyirsinizsə, onda paraflanmış sülh sazişini qəbul etmədiyiniz və ya yenidən nəzərdən keçirdiyiniz bir durum düşünün, başqa sözlə, onu ləğvi müharibə deməkdir. Parlament sədrinin müavini əlavə edib ki, Xalq Üçbaşlı Müharibə Partiyası ilə sülhpərvər qüvvələr Nikol Paşinyan hökuməti arasında seçim etməlidir. Xatırladaq ki, Ruben Rubinyan Üçbaşlı Müharibə Partiyası dedikdə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbəri olduğu Ermənistan bloku, Rusiyalı oliqarx Samvel Karapetyanın güclü Ermənistan və Qaqiq Çarukyanın çiçəklənən Ermənistan partiyalarını nəzərdə tutur. Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Türkiyə bizə bu formata qoşulmağı təklif etdi. Simonyan. Türkiyə Böyük Millət Məclisinin TBMM sədri Numan Qurtulmuş Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatına daxil etməyi təklif edib. Axar Az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Qurtulmuşla görüşü barədə hay hesabında yazarkən bildirib. Həmkarımın Gürcüstan parlamentinin sədri ilə görüşü zamanı səsləndirdiyi regionumuzda sülh, sabitlik və rifahın təşviqinə doğru bir addım olaraq Ermənistanın Türkiyə, Gürcüstan, Azərbaycan formatına daxil edilməsi barədə son təklifini alqışladım, o qeyd edib. Trampdan gözlənilməz addım İsrailə qadağa qoydu. ABŞ prezidenti Donald Trump bildirib ki, İsrail artıq Livana zərbələr endirməyəcək. Global Info Az xəbər verir ki, ABŞ prezidenti bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İsrail artıq Livanı bombalamayacaq. ABŞ buna icazə vermir. Artıq kifayətdir, təşəkkür edirəm, deyə o vurğulayıb. İranın dövlət televiziya və radiosunun məlumatına görə isə hələ də istənilən ölkənin hərbi dəniz qüvvələrinə aid gəmilərin Hörmüz boğazından keçidi qadağandır. Bildirilir ki, yalnız mülki gəmilər müəyyən edilən marşrutlar üzrə və Sepahın hərbi dəniz qüvvələrinin icazəsi ilə tranzit keçid edə bilər.